Bağışlayan və mehriban Allahın adı ilə. Sima Film təqdim edir. Muxtarnamə. Filmdə çəkiliblər: Fəriburs Ərəbniya, Mehdi Fəximzadə, Fərhad Aslani, Fəriba Kovsəri, Nəsrin Muqanlı, Mahçöhrə Xəlili, Cəfər Dehqan, Rıza Rüygəri, İnayətullah Şəfiyi, Muhammed Sadiqi, Əmin Zindiqani, Şəhram Həqiqət Dust, Muhammed Fili, Həbib Dehqan Nəsəb, Ənuşirvan Ərcümənd, Kazım Həcil Azad, Mahmud Cəfəri və başqaları. Rejissor asistentləri: Rıza Əsgəri, Həmid Mirbaqiri. Dekorasiya müdiri Məcid Əli İslam. Səhnə tərtibatçısı Cəlil Futuhiniyya. Operatorlar: Rıza Qəffari, Əzim Cavanruh. Səs mühəndisi Əli Rıza Qəffari Nəcat. Döyüşlərin tərtibatçısı Mahmud Ərdəlan. İstehsal müdirləri: Mahmud Baqir Əşdiyani, Bəhruz Xoşrəzm, Mahmud Qulami. Bəstəkar Əmir Təvəssuli. Qrim üzrə rəssamlar: Məsud Vələdbəqi, Abdullah İskəndəri. Redaktor Mehdi Hüseynivənd. Prodüser Mahmud Fəllah. Senari müəllifi və quruluşçu rejissor Davud Mirbaqiri. Müəllim, necə bilirsən, bəlkə Muxtarın qalanın içərisində qalması bir tələdir? Əlbəttə tələdir, şək eləmə. Muxtar çox tədbirli adamdır. Elə düşünürəm ki, axmaqlıq eləməyib təslim olacaq. Doğrudan da Muxtarın təslim olmasına ümid edirsən? Niyə də olmasın? O, mahir siyasətçidir. Vəziyyət münasib olmadıqda təslim olacaq. Hər halda ondan ehtiyatlı ol. Fürsət versən, ola bilsin ki, Mosul şəhərinə İbrahim İbn Əşlərə yazdığı məktubları öz işini görsün. Malik Əşlərin oğlu Küfəyə hücum eləsə, heç fil də qarşısını ala bilməz. Görürəm ki, Əşlər oğlu səni yaman qorxudub. Qorxmaqda haqlısan.
Malik Əşdərin adı hələ də qorxu yaradır və rəqiblərinin bədənini titrətməyə salır. Malik Əşdərin oğlu ilə qarşılaşmağı çox istərdim. Hərura əcəmlərin qətilgahı oldu? Bəli, əmir. Şayəyə görə qeyri-ərəblərin qətil cizgisini cızan mühəlləb olub. Mühəlləb? Bəli, əmir, mühəlləb. Zübeyirlilərin məşhur müşaviri. İndi anladım. Mühəlləb bu hiyləgər Əmr ibn Asın davamçısıdır. Bəs Muxtar neynədi? Geriyə çəkildi. İndi Kufə sarayında Zübeyir ordusunun mühasirəsindədir. Başa düşdüm. Get məktub hazır olana qədər nəfəsini dər. Baş üstə, əmir. Muxtar ibn Əbu Übeyd Səqəfidən Malik ibn Əşdər Nəxəyyə. Sən bu məktubu oxuyan zaman məlum olacaq ki, bizim bir daha görüşəcəyimiz qiyamətə qaldı. İbrahim, sən həmişə mənim və qiyamımızın arxalandığı şəxs olmusan. Allah şahiddir ki, heç vaxt sənə niyyətlərinə və əməlinə şəkk eləmədim. Yalnız bir dəfə, özü də Mosulu tərk eləmək Allah ordusunun Ühüddə səhvi deməkdir yazdığın zaman Mosula vurğun olduğunu güman elədim. Səndən istəyim məni bu şeytani gümana görə bağışlamağındır. Qiyamın qarşısına qoyduğu şəhid imamın qisasını almaq kamil surətdə Hərurədə tamamlandı. İndi isə qiyam və Əli hakimiyyətinin bərpası sizdən asılıdır. Biz əlimizdən gələni elədik. Əməllərimizin Allah dərgahında qəbul olunacağına ümid eləyirik. Vəssalam. Nəyin axtarışındasan, qardaş? Axmaqlığımın əlamətlərinin. Muxtardan gələn məktubların düşmən hiləsi olduğunu necə anlaya bilmədim. Allah böyükdür. Harda səhv elədik ki? Mühəlləb üçün, belə bir cadugar üçün mühür düzəltmək, su içmək kimi asandır. Bu məktubun dəstxətti ara, bu birisinki ara. Yersiz müqayisə eləyirsən, qardaş. Bu iki məktub eyni şəraitdə yazılmayıb. Biri məğlubiyyətdən əvvəl, biri isə sonra. Şübhəsiz ki, birincisi əmr halındadır, digəri isə yalvarış halında. Bunun mühəlləbin hiylə və saxtakarlığına aidiyyəti yoxdur. Sadə löflüydü. Hamımız bilirik ki, Muxtar ordusunda ərəblə qeyri-ərəb arasında nifaq salmaq mümkün deyil. İbn Şümeyd kimi sərkərdə bəsit bir düşüncəyə aldanırsa, bu bizim dərin cahilliyimizdən xəbər verir. Yığışın, qardaş, xeymə və çadırları yığıb, dərhal Kufəyə tərəf yola düşürük. Bəlkə biraz da düşünəsən. Nəyi düşünək? Qiyam bir tükdən asılıdır. Dərhal tərpənmək lazımdır. Baş üstə, niyə əsəbləşirsən?
Can Ümrə. Mən bu yalancı gəlinciklərdən yorulmuşam. Nə vaxt evimizə gedəcəyik? Özümün döyüş xoruzumun, pişiyimin, çəpişimin yanına. Sən mənə nə söz vermisən? Söz vermişdim ki, atam Muxtar divləri öldürməyincə gileylənməyim. Bəs niyə giləy güzar eləyirsən, qızım? Mən gileylənmirəm, ana. Atam üçün darıxmışam. Bəs o nə vaxt divləri öldürəcək, hə? Divləri öldürmək çox çətin işdir. Özü də çox vaxt aparar. Neçə gün? 100 gün. Bəlkə də çox. Atam divlərdən qorxmur? Əlbəttə qorxmur. Divlər ondan qorxur. Atam çox güclüdür? Bəli. Həm çox güclüdür, həm də çox zirək. Divlərin gücü yoxdur? Niyə ki? Divlərin də gücü var. Qorxuludular. Adam yeyəndilər. Boynuzları, quyruqları da var? Yox. Muxtarla döyüşən bu divlərin nə boynuzu, nə də quyruqları var. Onda bəs necədirlər? Yolda görüb qorxduğun insanlara oxşayırlar. Onlar qorxunc deyirlər axı. Bəs niyə onları görəndə ağladın? Mən qorxmadım. Sənin ürəyin döyündü, mən də ağladım. Mənim ürəyim səsləndi. Necə səslənirdi? Tap, tap, tap səsi gəlirdi. Əlinin burası da uçurdu. Sən də mənim kimi böyüyəndə, ərə gedəndə, uşağın olanda, insan qiyafəli div görəndə qorxar və titrərsən. Ged gəlinciyinlə oyna. Baş üstə. Paltarını dəyişmisən? Qara geyinən zaman ürəyim sıxılır Nariyə. Özümü gücsüz hesab eləyirəm. Qara paltar iyi verir. Yas iyi. Toya dəvət olunmamısan ki, Ümrəcan? Güzəranımız əzadarlıqdan geri qalmır. Mən sənin kimi düşünmürəm, Nariyə. Sən necə istəyirsən elə düşün, Ümrə. Amma cəmaatın da nə deyəcəyini unutma. Qonşular bizi ağ paltarda görsələr, 1000 yerə yozacaqlar. Özü də Muxtarın hakimiyyət dəlisi olduğu və Zübeyir övladlarına qarşı çıxdığı bir vaxtda. Camaat niyə əksini düşünməsin ki? Muxtar hələ diridir və aslan kimi müqavimət göstərir. Biz niyə əynimizə matəm libası geyinməliyik? Xoş halına, Ümrə. Kaş mən də sabahki günün barədə nikbin olaydım. Muxtar kimdir? İşarə! İdi nədir? Bitbirə! 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 Muxtar kimdir? Bəsrəlidir. Adı Yəhya ibn Zəmzəmdir. Adını eşitməmisən? Demək, Zəbbə övladlardan hündür boylusu bu imiş. Onu görmüşdün? Yox. Mən də təkcə adını eşitmişəm. Amma özünü birinci dəfə də görürəm. Aman Allahım, əcəb məxluqdur. Bəlkə də bu qorxunc deyil, Muxtarı yerindən oynada bildi. Necəsən Yəhya? Sağ ol, əmir. Əminəm ki, Muxtar səni görən kimi bağrı yarılacaq. Get görüm nə inirsən. Onu udaram, əmir. Diri-diri udaram. O nə eləmək istəyir? Gəl və tamaşa elə. Soruşdum ki, Zəbb övladından ən uca boylusu burada nə eləyəcək? Hər bir döyüşçünün meydanda elədiyini. Meydan sulayıb qarşısına çıxa biləcək birini axtarır. Ola bilsin Muxtarın qeyrəti cuşa gəlsin və ortaya çıxsın. Muxtarı yerindən oynatma, Cəfər. Sənin üçün çox pis olar. Necə? Nə buyurdunuz? Karsız cənab! Bura bax İbn Hür. Ehtiyatda ol ki, iti dilin başına bəla olmasın. Mən qardaşım Musəb kimi bağışlayan deyiləm. Bilirəm. Mərc gəlib vermədiyin 100 dəvədən nə dərəcədə bağışlayan olduğunu bilirəm. Hə. Deməli, niyə belə qaşqabaqlı olduğun məlum oldu.
Muxtar dizini yerə qoyan kimi 100 dəfə sənin olacaq. Cəfər! Muxtar söyüd deyil ki, bu heyvərənin küləyi ilə yerindən tərpənsin. O sönməkdə olan oddur. Əgər üfürsən, alovlanacaq. Həm özünü, həm də bizi yandıracaqsan. Şübhəli danışırsan İbn Hür. Həm Allahı istəyirsən, həm də xurmanı. Bir tərəfdən Muxtara aman verməməkdə təkid eləyirsən, digər tərəfdənsə onun qəsrdən çıxmasını istəmirsən. Bəlkə də sən Muxtar haqqında danışıb əskərləri qorxuya salmaq üçün qoşuna sızdırılmış xain muzdursan. Nə qədər ki, Zübeyir övladlarının sənin kimi uşaq sərkərdələri var, Muxtara qələbə çalmağınız qeyri-mümkündür. Ey anadan gəlmə xain! Hara? Qınından asanlıqla çıxan qılınc sahibinin başını hədər eləyər. Bu vaxta qədər necə sağ qalmağın qəribədir. Soruşdum ki, hara? Dəstəmlə mən döyüşçüyük. Sizin qurduğunuz bu uşaq sayağı davanızda iştirak eləməyə gəlməmişik. Ya biz, ya da çıxardığınız bu hoqqabazdıq. Hara əmir? Düşmənin düzülüşünə tamaşa eləməyə. Cəsarətimə görə bağışlayın əmir. Bürcə çıxmaq bu qədər vacibdir. Düşmənin düzülüşünü görmək döyüşün tələbidir. Əmir, olmaz ki, indi çıxmayasız. Niyə? Ola bilsin gördüyünüz mənzərə xoşunuza gəlməsin. Döyüşün həqiqətlərindən biri də xoşa gəlməz mənzərələrə şahid olmaqdır. Əgər biraz səbr eləsəz, mən özüm sizi çağıraram, əmir. Mən bu dəqiqə ora çıxmalıyam. Orada nə var ki, siz bu qədər qorxuya düşübsüz? Aslan Təkin, pələng pəncə, kərgədan gön, ey fil gövdə. Onu bağışla, bu kör qarışqa, yüzcə əbləhlə itilmiş başını edibdir tamam tərk, cömərdi yaxşını, çıraraq boğazını, pozaraq avazını, qaldırdı ayağa, məxluqi, oyatdı, yerindən oynatdı, qanını axıtdı, bilməmişdi amma, axırda özünü, əmin verən sözünü edəcəkdir, həlak əmin qalır. Nə yaman əsirsən? Sizin vücudunuzun heybətindən lərzəyə gəlmişəm, pəhləvan. Vahimədən tərləmişəm. Tükümüz başım kərləmişəm. Vahimədən tərləmişəm. Tükümüz başım kərləmişəm. Vahimədən tərləmişəm. Tükümüz başım kərləmişəm. Ay qorxunç heyvan, uzun qulaqlıq eləmə, bəxtinə üç çevirmə. Yəhya yalançı Muxtarı meydana çıxarmaq və işini bitirmək üçün çox yaxşı tələ qurub. Bax, axır ki 40 gündən sonra ortaya çıxıb. Mən hələ ki canımdan bezməmişəm. Allah sənin və bu bəni zibbə dibinin dadına çatsın. Sən yalnız özün üçün tələ qurmusan. Atasından bir xəbər xain.
vahmədən tərləmişəm. Tükümülmüş Eşitdiyimə görə sehir, cadu ilə məşğulsan. Səndə də Musanın əsası var, ay yalançı. Nə? Məndə Musanın əsası? Əcəb lovğalıq, əcəb yanlışlıq. Sehir və cadugərliyi bilirəm. Amma sizin qədər bilə bilmərəm. Mən ilanla doğulan cadugər bir qarıyam. Nə sancı, nə çalır, nə dişləyir, nə də boğuram. Əsası olan Musa sizsiz. Siz əşrahıya bənziyirsiniz. Məni yeməyə gəlmişsinizsə, mənim ətim acıdır. Mən dadsızam, mən tikansızam, sümüksüzəm. Məni yeməyin. Mən dadsızam. Hey Muxtar! Niyə arvad kimi evdə oturub qapını da üzünə bağlı qoymusan? Kişi olduğunu sübut elə. Əmir, icazə ver onu oxla vurum. Yox. De ki, düldülü yəhərləsinlər. Sən nə etmək istəyirsən, Əmir? Dur və tamaşa elə. Qeyrət onu hərəkətə gətirdi. Muxtarı öldürmə iftixarı hər kəsə qismət olmaz. De görüm hazırsan? Biz bura müşavirəyə gəlmişik, yoxsa matəm saxlamağa? Sən sümüklərini otar, leş yiyən. Bəni Zübeyir dövlətinin sənin kimi müşavirə ehtiyacı yoxdur. Qəribədir. Zübeyir övladının verdiyi hökmün mürəkkəbi hələ qurumayıb. Zübeyirlərin öz möhür və məktubuna vəfa etmədiklərini bilsəydim, əlimi və dilimi bağlayar, Muxtarın əleyhinə çıxmazdım. Hər halda eyb eləməz. Balığı nə vaxt sudan tutsan, təzədir. Səhvimi düzəltmək üçün hələ gec deyil. Əyləş İbn Hür! Mən əyləşmişdim, cənab Musəb. Amma ədəbsiz qardaşınız məni müşavirəyə layiq bilmədi. Cəfər qələt elədi. Biz məktubumuzun möhürünə qanımızla zəmanət veririk. Qardaş! Danışma Cəfər! Niyə susmalıyam, qardaş? Bu kişi meydanı boşaltmaqla bizə xəyanət elədi. Siz inana bilirsiniz ki, böyük bir qoşun bir nəfərlə bacara bilməsin? Muxtar qaladan tək çıxıb bizə hücum elədi. Əskərlərimizdən bir neçə nəfərini şilküt eləyib, sağ-salamat qəsrə qayıtdı. Hətta deyərdim ki, çiçeyi bir yerə almadan belə. Siz bunu xəyanət yox, bəs nə adlandırırsınız? Mən belə bir hücumun təhlükəli olduğunu sizə xatırlatmışdım. Əgər Muxtarın qəlbi döyünürsə, əli qılıncın dəstəyinə çatırsa və ata qalxa bilirsə, deməli heç bir bəşər övladı onun qarşısına çıxmağa qadir deyil. Bunlar cəfəngiyat deyil. Mən Muxtarın dəfələrlə belə möcüzəsinin şahidi olmuşam.
Muxtarı zəiflətməyincə onu ələ keçirə bilməyəcəyik. Nə vaxta qədər sıçan pişik oyunu oynayacağıq, hə? 40 günə yaxındır ki, heç bir nəticəyə varmadan qəsri mühasirədə saxlamısınız. Sizin qoşunu qarışqa kimi udan şayələrdən xəbəriniz yoxdur. Yayılan xəbərlərə görə Əşdərin oğlu böyük bir qoşunla Mədain sabatına çatıb. Qiyamətə qədər də səbr eləsəz, Muxtar heç vaxt təslim olan kişi deyil. Özünüz bilərsiniz. Muxtarın ailəsini bura gətirin. Bu ona verdiyim son fürsətdir. Musəb, bu intihardır. Dövlətin sütunlarını titrədəcək. Dövlətin dağılmağındansa elə titrəməyi yaxşıdır. Görəsən gələn kimdir? Ola bilsin Zübeyir oğulları yenə bizə mehriban davrandığını nümayiş etdirməklə Küfəlilərin qəlbini ələ almaq istəyirlər. Qapını həmişəki kimi döymürlər. Mən qorxuram. Çox əsəbi döyürlər Ümrəcan. Yəqin Muxtar Zübeyir övladlarının Bəni Zibbə divini öldürdüyü üçün acığını bizdən çıxmağa gəliblər. Əlimə təyinə Ümrəcan. Mən çox qorxuram. Nədən qorxursan Nariyə? Sən ki Zübeyir övladlarının amannaməsinə inanmışdın. Gərək ki onlardan qorxmayasan. İlahi, bütün bunlar hansı günahımızın əvəzidir? Muxtara olan eşqin əvəzidir. Bircə bizi girov götürməsinlər Ümrə. Səbirli ol Nariyə. Bizi öldürəcəklərindən qorxuram. Qorxma. Bizi öldürmək istəsələr iç yüzləri ortaya çıxacaq. İlahi bizlərə səbr əta et. Qədəmlərimizi sabit et. Bizi kafir qövmünə qalib et. Məlum olur ki, bizim müqavimətimizlə bıçaq düşmənin sümüyünə dirənib. Dünənə qədər müsəlmanlıqdan, mərdlikdən, ədalətdən dəm vuran, Muxtarın ailəsinə aman verən düşmənimiz az qalıb ki, elədiyi bu namərdliklə kafirin üzünü ağ eləsin. Günahsız qadınları girov götürmək insanın dəli olmağından xəbər verir. Muxtarın Musəbin gözlərində gördüyü dəliliyin ilkin əlamətləri artıq üzə çıxdı. İnşallah əmirimizin sözləri öz təsdiqini yavaş-yavaş tapacaq. Bu pis niyyət tayfa üçün günahsız qadını öldürmək asan bir işdir. Biz bir iş görməliyik. Məsələn, nə iş görək sahib? Nə bilim, bilmirəm. Məsələn, çətəlinin Məkkədə elədiklərinə oxşar bir şey eləmək olar. Bura Küfədir sahib, Məkkə deyil. Cədəli və dostları ehram giyərək Kəbə ətrafına daxil oldular. Sən hansı libasla ətrafı nizə və qılınclarla qurşanmış məscidə daxil ola biləcəksən? Ən yaxşısı duadır. Dua eləyin ki, Muxtar ailəsi öz əqidəsindən dönməsin. Başlarındakı qəziyyənin aqibəti xeyr olsun.
Bu qadın da Muxtarın arvadıdır. Şücaətini görürsən? Tələyə düşmüş dişi bəbirdir. Məğrur və əzəmətli. Ürəyi də, gözü də tox qadındır. Bütün ömrü boyu sarayda yaşayıb. Əmirlərin dilini də yaxşı bilir. Ömrə nə qədər Muxtarın başını ucu eləyəcəksə, Nariyə bir o qədər aşağı salacaq. Bir bax, pişik görən siçana bənzəyir. 40 günə yaxındır ki, Muxtarla keçinməyə çalışdım. Mümkün olan hər bir dildə onunla danışdıq. Ona aman verdik. Təslim olması bir tərəfə qalsın. Üstəlik, bizim mehribançılığımıza da kabut cavab verdi. O, hətta ailəsini belə əyləşdiyi kürsüyə dəyişmək istəmədi. İndi Muxtarla cihad eləmək vacibliyinə zərrə qədər belə şübhəm qalmadı. Muxtar ruhunu iblisə satmış sərsəridən başqa bir şey deyil. Bütün bunlara baxmayaraq, mən bu yalançı dinsizi məğlub eləmək üçün ailəsindən istifadə eləmək fikrində deyiləm. Nə şəriət mənə bunu icazə verir, nə də ərəb olmaq şərafətim. Muxtar artıq gücdən düşüb. Və tezliklə bütün günahlarının cəzasına çataraq, qazandığı cəhənnəmə vasil olacaq. Əgər Muxtarı gücdən sala bilmişsizsə, o zaman bu həngamə nə üçündür? Ehtiyatlı ol Musab. Bu qadın Muxtarın yetirməsidir. Ola bilsin ki, onun acı dili Muxtarın qılıncı qədər öldürücü olsun. Mən qəzavət məqamından sadə bir sual rica etdim. Ümid eləyirəm hikmətli bir cavab alacam. Başın bədənin ağırlıq eləyir. Bu məclis və ya sizin dilinizlə desək bu həngamə acı həqiqəti sizə söyləmək üçündür. Ha belə, Muxtarın din, ədalət və Allah uğrunda dava elədiyinə inanan bəzi avam cəmaata başa salmaq üçün. Əsvəd? Bəli, əmir. Muxtarın dilindən eşitdiklərini kəlmə bə kəlmə danış ki, hörmətli xanımlar bilsinlər ki, hansı bir divlə yaşayıblar. Mən Muxtara sifariş göndərdim ki, ailən mənim əsərimdir. Gəl yersiz müqavimətdən əl çək, qardaş və namusunun qanını hədərə vermə. Bəs o bizə nə cavab verdi? Mən əmirin sifarişini Muxtara çatdıranda, o adəti üzrə məsxərəyə başlayıb dedi ki, Zübeyir ailəsinin idarəçilikdən xəbəri yoxdur. Onun fikrinə görə, böyük əmirlər üçün ailələrindən də üstün onların namusudur. Amma əmirin namusu əyləşdiyi hakimiyyət kürsüsüdür. Belə hakimiyyət hərisliyindən Allaha pənah aparıram. Yalandı, böhtandı. Bu dediyini söz Muxtarın sözü deyil. Nə yalan, nə böhtan Ümrə. Muxtar ürəyinin sözünü deyib. Hakimiyyət Muxtarın arzusu idi. Ömrü boyu hakimiyyətə gəlmək üçün döyüşdü. Evi atın yəhəri, yastığı isə qılıncı idi. Mən heç vaxt onun gülər üzünü görmədim. Tövbə elə Nariyə. Zübeyrin qarışqa sayında qoşun onu məğlub eləyə bilmədi. Amma sən bu zəhərli sözlərinlə Muxtarı və qiyamını məğlub eləyə bilərsən. Ömrə, biz hər nə eləsək də talih öz işini görəcək. Muxtar Küfənin bəlalı qəsrini ələ keçirəndə məğlub olub. Mən həmin gün ərimin tamahkarlığının şahidi oldum. Bu qəsrin öz sahibinin başını yiyəcəyindən əmin idim. Deyin görün bizim elçi xəyanətkardır yoxsa etibarlı? Doğru deyir yoxsa yalan? Sizin elçi etibarlı və düz danışandı. Çox yaxşı. Elə isə Muxtarın yalançı və dinsiz olduğuna şəhadət verib onu rüsvay eləyin. Şübhəsiz ki, Muxtarın ən yaxını olan sizlərin şəhadəti allanmış müsəlmanların ayılmasına səbəb və onun yoldan çıxarıcı düşüncələrinin yayılmasına mane olacaq. Sizinlə əməkdaşlıq eləməyə hazırıq.
öz yerinə danışır. Muxtar nə yalançıdır, nə də dinsiz. O gördüyüm insanların ən ədalətlisi və doğru danışanıdır. Allahdan qorxaraq səhərə qədər səcdə qılan bir insanı necə inkar eləyə bilərəm? Cavanlıqda arzum onun kimi bir həyat yoldaşına rast gəlmək idi. Allahım duamı qəbul eləyib, mənə ərəbin və dinin fəxri olan dəyərli bir şəxsi qismət elədi. Muxtarın ləyaqəti barədə Əli öz dili ilə deyib. Uşaq ikən Cənab Əli onu Kəyis adlandıraraq buyurdu. Bu uşaq Əhl-i Beytin ürək yarasına bir məlhəm olacaq. Allah Taala Muxtarın vasitəsilə Peyğəmbər balasının qatillərindən qisas aldı. Bəsdi qadın! Sən Muxtar haqqında danışırsan, yoxsa Allahın Peyğəmbəri haqqında? Muxtar Allahın bəndəsidir. Müqəssirlərdən intiqam almaqsa Allahın vədidir. Muxtar bu böyük vədi icra eləmək üçün seçildi. Muxtarın gördüyü işi yalnız özü kimi böyük şəxsiyyətlər görə bilər. Sən bu cür sözlər danışmaqla qanını hədər eləyəcəksən. Mən bu həngamənin bir qurban tələb elədiyini bilirdim. Siz əvvəldən şəriyyət, qeyrət və şərafət şüarlarını etməklə vicdanlı olduğunuzu söyləyəndə qəlbinizdən pis niyyətlərin keçdiyini hiss elədim. Sizin kimi zəif və rəzil kişilər Muxtarı müqəddəs müqavimətinə dözə bilməzlər. Siz Muxtardan qorxursuz. Adını eşidəndə tir-tir əsirsiniz. Bu həyasızın dilini kəsib, boynunu dibindən vurun. Ömrə, bu nə iş idi? Ay divanə, Muxtarı təksib elə canını satın al. Muxtar bizim inkarımızla göydən yerə enməyəcək. Xudahafiz Nariyə. Hürrəni sənə tapşırıram. Ona analıq eləyəcəyinə söz ver. Tərpən! Sənsə qadın. Muxtarı yalançı bildiyin üçün amandasan. Kim bu qadına qarşı çıxarsa, deməli bizə qarşı çıxıb. Bugün öz şəri təklifimizə əməl elədik. Bunun rəqibi isə yanlış fikirləri ilə Muxtarı müqəddəsləşdirmişdi ki, dilinin bəlasına gəldi. Onu cəzalandırmaq Allah dinini müdafiə eləməkdir. Gözün aydın, ay gönü qalın. Eşitdiyimə görə Muxtar səni boşayıb ki, onun abır həyasını aparmayasan. Heç olmasa Muxtar ölənə qədər səbr eləyəydin, sonra düşmənin ərə gedəydin.
Allah tərəfindən gəlmişik. Ona tərəfdə qayıtmalıyıq. Hara, Sabit? Atam tənha qaldı, sahib. Ona təsəlli verməyə gedirəm. Yox, Sabit. Yox. O Allah ilə həm söhbət olmağa getdi. Mane olma. Dümmə nənənin yanına getdi. Nə yaxşı. Allaha şükürlər olsun ki, Muxtar üçün isti ana qucağı var. İcazə ver, şirin ana laylası narahat övladına təskinlik versin. Xanım Ümrənin sevgisi onu Kərbəla şəhidlərinin cərgəsinə qatdı. O Zübeyir evladlarını rüsva etməklə Muxtar qiyamının abır həyası oldu. İspat etdi ki, Muxtarın qiyamı məzlumun, zalım əleyhinə qiyamıdır. Bu azad qadının pak qanı Bəni Zübeyir nəslinin alnında ləkə olduğu üçün onlar qiyamətə qədər üzü qara, vicdanları ləkəli qalıb namərd kimi tanınacaqlar. Quran ayəsində soruşulduğu kimi, axı o hansı günaha görə öldürüldü? Ağla oğlum. Xəlvətdə ağlamaq Allahın sevimli bəndələrinin xislətidir. Əli başını quyuya salıb ağlayardı. Gecələri tənha qaldığı zaman onun hönkür-hönkür ağlamağının səsini yalnız Allah və quyu eşidərdi. Bir də sənin gözündən axan yaşları yanağından silə biləcək qoca anan var. Dümmənin oğlunun ağladığını kimsə görməməlidir. Ümrə xoşbəxt oldu ana. O xilas oldu. Vəsiyyət eləmək istəyirəm. Adət, ənənəyə görə vəsiyyəti valideyn övladına eləyər. Muxtarla anasının taleyində bu adət ənənə əksinədir. Şübhəm yoxdur ki, burada hikmət var. Allahın buyruğuna razıyam.
Vəsiyyətini elə. Ey ananın bərəkətli övladı. Vəsiyyətini elə. Sən də ciyəri yanmış analar karvanının bir müsafirisən. Möcüzə yaradan analardan, Ümmü Vəhəb kimilərdən geri qalma. Yardım elə, yardım elə. Ay Allahım, Pərverdigarım, yardım elə. Məbadə mənim ölümümdə dözümsüzlük eləyib yaxanı üz gözünə cırasan. Başımı nizədə görəndə özünü şux tut. Mərd-mərdanə dayanıb nəğmə oxu. Fatihlərin vəsfində oxunan nəğmələrdən. Sən Fatihsən oğlum. Sən Musəbi rüyalarındakı kimi məğlubiyyət dənizinə qərq eləyəcəksən. Tapşırmışam ki, Zaidi səni və Sabiti təhlükəsiz bir yerə aparsın. Sabiti buradan uzaqlaşdır. Mənsə qalıram. Anacan, düşmən Ömrəni öldürməklə göstərdi ki, Muxtarın ailəsinə rəhm etməyəcək. Muxtar, vaxt itirmə oğul. Mən fikrimdən dönən deyiləm. Sən get Sabiti yola sal. Dedikləriniz mənim üçün qanundur. Mən getməliyəm ki, Sabit İbn Muxtarın adı düşmən üçün kabusa çevrilərək onun yuxusunu haram eləsin. Muxtarın adını ona layiq olduğu kimi yaşatmaq mənim borcumdur. Amma mənim də ürəyimin arzusu var. İndiyə də yaşadıqlarınla müqayisədə sənin yanında qaldığım bu aylar mənim üçün bərabərsiz və unudulmaz bir dastan oldu. Yenicə namuslu və cəsur atamı tanımağa başlayırdım. Sən Allahdan qorxan və şücayətlisən. Kaş ki seçim imkanım olaydı. Mənim həyatımın ən xoş rüyası yanında qalıb səndən çiyin-çiyinə vuruşmaqdır. Eşidirsən Zaidi? Muxtar Sabit kimi varisi olduğu üçün özü ilə fəxr eləyir. Onu sənə tapşırıram. Bundan sonra Sabit İbn Muxtar kül altında olan alova bənzəyəcək. Düşmən onun adını eşitməklə tir-tir əsəcək. Mən hələ də bir şeyi başa düşə bilmirəm, əmoğlu. Sən siyasətin tanrısısan. Niyə qələbə ehtimalı 1% qədər olan döyüşə razılıq verirsən? Niyə siyasətlə bunları məğlub eləmək istəmirsən? Düşməni siyasətlə geri oturdanda məni yalancı, seyirbaz, qan tökən deyə ittiham edirdilər. Kafir olduğumu iddia edirdilər. Bugün yalnız meydana çıxmaqla mənə vurulan töhmətləri özümdən uzaqlaşdıra bilərəm. Tərpən Zaidi, gedin, vaxt azdır. Mənim kimi canını sevən birisi üçün verdiyim bu tapşırıq ən gözəl fürsətdir. Biz əmoğluyuq, Muxtar. Bir-birimizdən irs aparmışıq. Kaş Muxtarın mərifətindən biraz da mənə qismət olaydı. Sən Sabitə cavab deysən, Zaidi. Muxtarın hər şeyinin varisisən. Ürəyim bu mərdanə baxışlar üçün darıxacaq, ata. Mən də sənin inadkarlığın və tərsliyin üçün çox darıxacam, qardaş.
Film 2011-ci ildə Salam studiyasında dublyaj olunub. Dublyajın rejissoru Emin Abbasov, rejissor assistenti Vüsal Məmmədov, səs rejissoru Hüseyn Həsənov, tərcümə edən Şahin Yahyayev, redaktor Teymur Quliyev, montaj Ceyhun İbrahimoğlu, inzibatçı Vaqif Aslanov, dublyajın direktoru Emin Abbasov. Texniki dəstək Butafilm kino şirkəti. Filmi dublyaj etdilər. Rasim Balayev, İlham Əskərov, Eldəniz Rəsulov, Pərviz Bağırov, Hacı İsmailov, Kazım Abdullayev, Abbas Qəhrəman, Nicat Kazımov, Məmməd Səfa, Vahid Əliyev, Nəcibə Hüseynova, Gülnarə Zülalova, Ofeliya Novruz qızı, Hüsniyə Mürvətova, Şəhla Əli qızı, Pərviz Məmməd Rızayev, Rövşən Məmmədli, Qədir Mirsə, Səməd Hətəmov, Mahir Mirişov, Cəlal Məmmədov, Vüsal Xalıqoğlu.